nə ilə mübarizə aparırıqsa, onu da hər zaman itiririk. İnsan inciyəndə, küsəyən olanda, başqaları onu incitməyə başlayır. İnsan dəqiqdirsə, məsələn, hər bir yerə vaxtında çatırsa, ətrafdakılar hər zaman onunla görüşə gələndə gecikəcək. İnsan dürüstdürsə, onu aldatmağa başlayacaqlar. İnsan pulun arxasınca qaçanda, pul ondan qaçacaq. Və bu həyatın haqsız və yaxud da haqlı olmaq tərəfindən irəli gəlmir. Bu həyatın fərqli tərəfləridir. İnsanın vəzifəsi bunu buraxmaqdır. Sən buraxmalısan. Anlamalısan ki, bu həyatdır. Həyatda hər bir şey ola bilər. Heç nəyin arxasınca qaçmırıq. Yəni nə pulun arxasınca qaçırıq, nə dürüstlüyün arxasınca qaçırıq, nə kiməsə nəyisə sübut etməyin arxasınca qaçırıq. Hər bir insanın özünə görə bir düşüncəsi var. Əgər sən fokusunu versən ki, bu pul mənə gələcək və bunun qazanması üçün əlimdən gələni eləyirəm, deməli bu pul sənə gələcək. Amma takıntı bir vəziyyətdə yox. Bütün günü 7-24 nə oldu? Olmadı. Nəyə görə olmadı? Nə üçün olmadı? Mən nəyə düzgün eləmədim? Və s. Yox, bu artıq sənin istəyini səndən uzaqlaşdırmaq deməkdir. Həyat nədir? Həyat rahatlıq içində yaşamaq deməkdir. İnsanın başına hər bir iş gələ bilər. İnsan buraxmağı bacarmalıdır. Mübahisə etməməyə bacarmalıdır. İnsan özü ilə qalıb və özündə xoşbəxtliyi tapmalıdır.